biz baxanda görürük ki, ailələrdə mənəvi dəyərlər əhəmiyyətini itirib. Məsələn, biz çox eşitmişik bu sözü ki, ailə müqəddəs bir ocaqdır. Amma indi nə deyirlər? Ailədə nə müqəddəs ocaq? Ailə müqəddəs ocaq demək olmaz. İki nəfərli bir evdə yaşayırdı. Öz istəyinə uyğun yaşayır. Buna müqəddəs demək lazım deyil. Və bu cür deməklə də ailənin dəyərini azaldırlar, əhəmiyyətini azaldırlar. Ailə niyə müqəddəs ocaqdır? Biz baxırıq, görürük ki, ailədə iki nəfərin orada mehriban şəkildə yaşayır, övlad tərbiyə eləyir. Orada övladın şəxsiyyəti formalaşır. Və bir insan ki, iki insan bir ailədə yaşayır və orada inkişaf edirlər. Mənəvi baxımdan inkişaf edirlər. Və eyni zamanda da orada bir-birinin ehtiyacları ödənilir. Ailə çərçivəsində ehtiyac ödənilir. Və buna Quran özü də bizə deyir ki, ailə huzur yeridir. Quranın Rum surəsinin 21-ci ayəsinə əsasən Quran buyurur ki, ailə huzur yeridir. Ailədə qadın kişi arasında biz məhəbbət qərar vermişik. Əgər məhəbbət halal yolla bir-birinə verilərsə, ailədə bir-birinə ehtiyac ödənilərsə, o ailə müqəddəsdir. Bu baxımdan müqəddəsdir. Biz adətən müqəddəs yerləri nə edirik? Qoruyuruq. Müqəddəs yerlərə hörmətlə yanaşırıq. Eləcə də ailə də müqəddəsdir. Ailəni də qorumaq lazımdır. Ailəyə də ehtiram göstərmək lazımdır. Əgər müqəddəslik ailədən ayrılarsa, o zaman ailə öz dəyərini itirir. Başlayır ailədə söhbət yaranmağa, ixtilaflar yaranmağa və nəticədə boşanmaq olur. Digər bir mənəvi səbəb imanın azlığıdır. İnsanda ailədə nə qədər iman olmazsa, tərəflərdən birində fərq edəm, həm kişidə, həm xanımda, o qədər o ailədə mənəvi problemlər olacaqdır. Biz hədisləri nəzər salanda, məsələn, görürük ki, Peyğəmbərdən soruşurlar, ya Rasulallah, müminin imanı nə zaman kamil olar? Peyğəmbər buyurur, ailəsindən yaxşı davranan zaman. Bir insan ailəsindən yaxşı davranırsa, mehriban şəkildə davranırsa, o zaman onun imanı da kamil olar. Və digər hədisdə Peyğəmbər buyurur ki, bəndənin Allaha imanı artdıqca həyat yoldaşına məhəbbəti çoxalar. Deməli, məhəbbətlə imanın bir-birinə bağlılığı var. İman artdıqca məhəbbət artar. Amma biz ailələrdə bunun əksini görürük. Görürük ki, ailədə sevgisizlik hökm sürür, ailələrdə mənəviyyatsızlıq hökm sürür, bir-birindən mübahisələr hökm sürür. Niyə? Çünki iman yoxdur. Əgər iman olarsa, o zaman qarşı tərəf də Allaha görə sevər. Əgər kişi xanımını Allaha görə sevərsə, xanım da yoldaşını Allaha görə sevərsə, onun zaman problemlərə göz yumar. İxtilaflara göz yumar ki, olur da, mən bunu Allaha görə sevmişəmsə, onun səhvini də Allaha görə keçəcəyəm. Bu zaman ailə qorunub saxlanacaq.